İngiltərənin Nottingham Forest və Liverpool komandaları arasında keçirilən İngiltərə Kubokunun yarımfinal oyununda stadionun girişində böyük izdiham yaşanır. Çünki azarkeşlərin əksəriyyəti oyunun start fitinə çatmağa çalışırdılar və beləliklə də təşkilatçılar bu basabası gördüyü üçün azarkeşləri stadiona biletsiz buraxmağa məcbur qaldılar. Ona görə də stadion tutumundan 2-3 dəfə artıq yükləndi və beləliklə də stadionda tribunalarda böyük izdiham yaşandı, basabas düşdü. Artıq 6-cı dəqiqədə, oyunun 6-cı dəqiqəsində havasızlıqdan insanların, azarkeşlərin əksəriyyəti meydana girməyə məcbur oldular və polislərə məlumat verildi ki, insanlar həlak olub, ölənlər var, onlar buna əhəmiyyət vermədilər. Lakin deməli, təşkilatçılar oyunu dayandırmalı olur. Artıq bu gecədə insanlar həlak olmuşdu. 600-dən çox insan ağır bədən xəsarətləri almışdılar. Bu izdihamda Liverpoolun əfsanəvi oyunçusu Steven Gerrardın da əmisi oğlu, 10 yaşlı əmisi oğlu dünyasını dəyişmişdi. Əgər belə videoların davamını görmək istəyirsənsə, kanalıma abunə ol.